sağlam qida olaraq, yəni qreçkamız bu tərzdə pors olaraq bu qədər gedir. Yəni pors olaraq. Çünki tərkibin öz içində pomidoru var, rəngli biberləri var və toyuq filesi var. Heç bir qram da öz gözünün qabağında yağ ora əlavə olunmuyor. Yəni əsas ona görə sağlam qida, dietik. Yəni bu. Ümumiyyətcə 200 qram məsələn ki, düyü götürürük. Amma bu sadəcə bir bunun istəyəndə, dietik qreçka deyəndə 300 qramlıq veririk biz. Çünki sadəcə bir dənə bunu yeyəcək. Amma qarnir olaraq 200 qram, 180 qram düyü qoyuruq yanına. Yox, hansı bir yeməyin yanına qarnir olaraq 200 qram, 180 qram düyüdən istifadə edirik. Ya püre 200 qram. Amma bu sadəcə tək qreçka, tək deyəndə içindədir məlzəməsi 300 qram gedir bu. Yəni başqa bir yanında ət yoxdur, filan yoxdur. İçində olduğuna görə 300 qram. Belə. Hə.